Təsəvvür edin ki, gravitasiya, termodinamika və ya işıq sürəti əslində bizim kəşf etdiyimiz təbiət elmləri deyil. Aha, Bəs onlar sözün əsl mənasında birbaşa yaradanın proqramlaşdırma dilidirsə necə? Yəni, bəlkə də bizim o yekə teleskoplarda, laboratoriyalarda axtardığımız elm heç də dünyanı anlamaq üçün icad etdiyimiz bir alət deyil, bəlkə elm elə ilahiyyatın üzərində işlədiyi əməliyyat sisteminin özüdür. çox maraqlı və bir o qədər də, necə deyərlər, radikal bir yanaşmadır bu. Dəqiq. Siz onsuz da Vahid Rızayevin fəlsəfəsini, onun o elm və ilahiyyatı necə birləşdirdiyi barədə əsas konseptlərlə tanışsınız. Lakin bugün biz onun böyük yaradanla dialoq əsərindəki çox spesifik, bəzən hətta adamın beynini yandıran bir kəsişmə nöqtəsinin dərinliklərinə inəcəyik. Bəli. Bu əsər doğrudan da adamı düşünməyə məcbur edir. Və qeyd edək ki, məqsədimiz bu teoloji fikirləri hansısa mütləq bir dogma kimi təsdiqləmək və ya aqressiv bir skeptisizmlə təksib etmək deyil. Tamamilə. Biz sadəcə bu mətnin qurduğu o qeyri-adi daxili məntiqi anlamaq istəyirik. Yəni fizika, kimya və ilahi nur necə vahid bir mexanizm kimi işləyir? Yaxşı, gəlin elə bunu bir qədər açaq. Çünki bu mexanizm bizim öyrəşdiyimiz reallıq qavrayışını alt-üst edir. Alt-üst edir, bəli. Çünki, baxın, bizə həmişə nə öyrədilib? Elm bir tərəfdədir, o faktlara və ölçülərə əsaslanır. İlahiyyat və ya din isə tam əks qütbdədir, o ancaq inanca söykənir. Amma bu mətin, yəni hələ ilk sətirlərindəcə deyir ki, yox, sizin bu bölgünüz kökündən yanlışdır. Aha. Elm ilahiyyatı yaratmır, əksinə, elm elə ilahiyyatdan başlayıb. Yaranışın ilk anı elə elmlə, yəni yaradanla başlayıb. Bax, bu çox ciddi bir paradigma dəyişikliyidir. Biz həmişə elmi insanın dahi nailiyyəti kimi görürük. İnsan təbiəti müşahidə edir, o qanunları kəşf edir. Amma mətndəki dialoqda yaradan açıq şəkildə belə bir şey deyir. Mən açar, mən bilgi ilə o zəkalara göndərərəm. Düzdür. Yəni, insan zəkası əslində heç nəyi yoxdan kəşf etmir. Belə çıxır ki, biz sadəcə bizə icazə verilən qapılara açırıq. Mətnin fəlsəfəsinə görə tam olaraq belədir. İnsanın zəkası kainatın sirlərini o öz daxili dahi gücü ilə kəşf edəcək bir avtonomiyaya malik deyil, kainatın bütün hərəkətləri elm üstündədir və ilahiyyat bu elmləri özündə saxlayır, vaxtı gəldikdə isə açır. Zəka yalnız o açar verildikdə fəaliyyətə keçir. Tamamilə. Yalnız açar olduqda dərk edir. Bu mənə müasir texnologiyadan çox sadə bir analogiyanı xatırladır. Dinləyicilərimiz bunu asan təsəvvür edə bilərlər. Təsəvvür edin ki, ilahiyyat bütün kainatın ana əməliyyat sistemidir. Deyək ki, Windows və ya Mac OS kimi qlobal bir sistemdir. Aha, yaxşı müqayisədir. Bütün o fundamental qaydalar onun içində artıq yazılıb, kodlaşdırılıb. Bizim o fizika, kimya və ya astronomiya adlandırdığımız elmlər isə sadəcə bu sistemin daxilində işləyən proqramlardır. Bəli, aplikasiyalardır sanki. Düzdür. Sən bir istifadəçi kimi hər hansı bir proqramı açıb ondan istifadə edə bilərsən, içində yeni funksiyalar tapa bilərsən. Amma sən o proqramın daxilində ola-ola, əməliyyat sisteminin özünü sıfırdan yarada bilməzsən və ya onun təməl kodunu dəyişdirə bilməzsən. Yəni sən qaydaları qoymursan, sadəcə qaydalar çərçivəsində oynayırsan. Məhz elədir, yəni bunu oxuyanda adama elə gəlir ki, Newton, Einstein kimi adamlar əslində sıfırdan nəsə kəşf edən dahilər deyil, sadəcə yaradanın dizaynından onlara göndərilən o parolları, açarları uğurla daxil edən çox yaxşı sistem administratorları olublar. Əslində bu fikir insan zəkasını alçaltmır, sadəcə onun funksiyasını yenidən təyin edir. Zəka kəşf edən yox, necə deyərlər, qəbul edən və anlayan bir mexanizmdir. Və əgər elm birbaşa ilahiyyatdan başlayırsa, o zaman bizim dəqiq elmlər adlandırdığımız fənlər, riyaziyyat və fizikada tamam başqa bir status qazanır. Aha, yəni onlar sadəcə məktəb fənni deyil. Dəqiq, onlar yaradılışın mütləq və dəyişməz dayaqlarına çevrilirlər. Məsələn, riyaziyyat. Mətndə çox konkret verilib ki, riyaziyyat say üstədir. Yəni ilk andan kainatlardadır və bir qədərdir, ölçüdür. Bütün o nəhəng sistem bu dəqiq ölçü üzərində qurulub. Riyaziyyat hissəsi aydındır, amma məni əsl dayandıran və beynimi qarışdıran fizika ilə bağlı deyilənlər oldu. Orada həqiqətən qəribə şeylər var. Gözləyin, hansı manada qəribə? Bax,
mətn fizikanı hər varlığın ilki adlandırır və onun işıqdan, zərrədən ibarət olduğunu deyir. Bura qədər hər şey əladır. Amma sonra çox spesifik, necə deyərlər, vizual bir təsvir verir. Zərrələrin tək olmadığını, ağ və bozluq arasında olduğunu deyir. Sonra da əlavə edir ki, xaki rəng ilə birlikdə istilikdə bir vəhdət təşkil edirlər və hətta karbohidrogenlərin istilik daşıyıcıları olmasından danışır. Aha, bilirəm hara gedirsiniz. Yəni, xaki rəng, ilahiyyat və fəlsəfə mətnində karbohidrogenlərin nə işi var? Mən bunu oxuyanda dedim ki, bir dəqiqə, niyə birdən-birə belə texniki detallara giririk? Vizuallaşdırır. Yəni, hələ tam formalaşmamış bir vəziyyəti. Bəli, ağ və bozluq işığın və maddənin kəsişmə zonasıdır. Xaki rəng isə torpağı, maddiliyi simvolizə edə bilər. Ən maraqlısı o istilikdə vəhdət məsələsidir. İstilik nədir? Enerjidir, hərəkətdir. Karbohidrogenlərin qeyd olunması da qətiyyən təsadüfi deyil. Bizim bildiyimiz həyatın əsasıdır da karbohidrogenlər. Tam olaraq. Bütün bioloji həyat, enerji dövriyyəsi karbohidrogenlərə əsaslanır. Yəni, mətn bizə demək istəyir ki, hətta o ən adi fiziki kimyəvi proses, o istilik daşıyıcıları belə birbaşa o ilk ilahi zərrənin və nurun planlı bir davamıdır. Mühərrikin işə düşməsi üçün o istilik lazımdır. Başa düşürəm. Yaxşı, tutaq ki, bu zərrələr, enerjilər və o mütləq işıq var. Amma mənim bu mətndə ən çox həzm etməkdə çətinlik çəkdiyim başqa bir iddia oldu. Bax, məsələ burada həqiqətən də maraqlı bir hal alır. Nədir o? Dəyişməzlik konsepti. Mənbə deyir ki, zərrə elminə, yəni fizikanın özünə heç bir təkmilləşmə, inkişaf gəlmir. İşıq və zərrə necə yaranıbsa, elə də qalır. Yəni, ağ işıq zərrəsi yerinə gedib qara və ya, gilas rəngli zərrə yarana bilməz. Aha. Amma mənə çatmır axı. Biz həmişə hər şeyin təkamül etdiyini, kainatın genişləndiyini, elmin dayanmadan inkişaf etdiyini düşünürük. Əgər hər şey dəyişirsə, niyə fizikanın, yəni kainatın ən fundamental kərpiclərinin dəyişməz olduğunu qəbul etməliyik? Sizin bu müqavimətiniz çox təbiidir, çünki bizim müasir düşüncəmizdə dəyişməzlik sözü, necə deyərlər, durğunluqla, geriliklə assosiasiya olunur. Biz elə bilirik ki, inkişaf etməyən şey ölür. Amma gəlin məsələyə bu mətnin fəlsəfəsindən baxaq. Ümumiyyətlə bir şey niyə təkmilləşməlidir ki? Çünki yəqin ki, onda hansısa qüsur var və daha yaxşı olmağa çalışır. Dəqiq. Əskiklik var deyə daha yaxşı formaya can atır. Amma mətn iddia edir ki, yaradanın payı, yəni o mütləq nur və zərrə, hələ ən başından qüsursuz və mütləqdir. Dəyişilməz olan, artıq mükəmməl olan bir şey niyə inkişafa, yəni təkmilləşməyə ehtiyac duysun ki? Yəni ehtiyac yoxdur çünki onsuz da ən pik nöqtəsindədir. Bəli, əgər qravitasiya qanunu və ya o işıq zərrəsi yaradılışın ilk saniyəsindən mütləq mükəmməldirsə, onun özünü təkmilləşdirməsi məntiqsiz olar. Buradakı təkmilləşmir ifadəsi negativ bir məna daşımır. Əksinə, o ilahi sığortanın simvoludur. Mətndə aydın bir ayırma var, zərrə elmi dəyişmir, təkmilləşmə yalnız zəka elminə gəlir. Gözə, yəni dəyişən, təkamül edən kainatın fiziki qaydaları deyil. Dəyişən sadəcə bizim o qaydaları qavrama qabiliyyətimizdir, fəlsəfəmizdir. Tam olaraq. Məsələn, ulduzlar milyon illərdir eyni fiziki prinsiplər yanır, orada fizika dəyişmir. Amma biz əvvəl elə bilirdik, ulduzlar tanrılardır, sonra dedik qaz toplularıdır, indi də nüvə reaksiyalarından danışırıq. Yəni ulduz dəyişmədi, bizim zəkamız, elmimiz inkişaf etdi. Bəli, kainatın onurğa sütunu etibarlıdır və dəyişməzdir. Belə çıxır ki, mətndəki o ağ işıq zərrəsi elə o dəyişməz təməldir. Bəs yaxşı, əgər bütün bu fiziki kainat dəyişməz işıqdan ibarətsə, bəs biz kimi, bizim bu böyük mütləq mexanizmdəki yerimiz nədir? Mənbənin bu nöqtədə makrokosmosdan mikrokosmosa, insanın içinə doğru fırlanması məni həqiqətən çox təəccübləndirdi. O keçid çox ustalıqla edilib. Bəli, dialoqun ən dramatik və teoloji tərəfi burada açılır. Mətn bəyan edir ki, hər bir insan sadəcə o fiziki qanunların cəmi, sadəcə hücrələr toplusu deyil. İnsan birbaşa nur payından yaranmış müqəddəs bir varlıqdır. Müqəddəs yaranış. Aha. Amma böyük bir kütləvi korluq da var.
İnsanlar həm özlərindəki, həm də ətrafdakı o zərrə işıqlarını görə bilmirlər. Mətn xüsusi vurğulayır ki, o işıq, o nur yalnız yaradan özünə açdıqda görünür. Və məni buradakı tarixi kontekst çox düşündürdü. Mətndə deyilir ki, yaradan keçmiş dövrlərdə saysız-hesabsız elçilər göndərib və bu elçilərin hamısının əslində tək bir təməl mesajı olub. Sən işıqdan yaranmısan, müqəddəs yaranışsan. Bəli, insana öz mahiyyətini xatırlatmaq. Amma bəşəriyyət buna necə reaksiya verdi? Onlar çox vaxt bunu yaradanın onlara verdiyi bir pay kimi yox, elə özlərinin şəxsi gücü kimi dərk edib böyük bir qürura qapıldılar. Yəni o işığı özününküləşdirdilər. Və bu da bəşər tarixinin bəlkə də ən dəqiq fəlsəfi diaqnozudur. İnsan ona verilən o böyük gücü, yəni daxilindəki nuru özünün var etdiyini düşünməyə çox meyillidir. Tarixə baxında imperiyalar quran, kütlələri arxasınca aparan o böyük liderlər, bəzən özünü tanrılaşdıran insanlar əslində daxillərindəki o ilahi payı hiss edirdilər. Amma səhv yozurdular. Düzdür, onu yaradanın əmanəti kimi deyil, öz fərdi böyüklükləri kimi qəbul edirdilər. Mətndə deyir ki, bəşəriyyət dərk etmək istəmədi, çünki əgər bu gücün sənə aid olmadığına, sənə sadəcə pay verildiyini qəbul etsən, onda egonan, o böyüklük hissindən imtina etməlisən. Mən bunu sadə bir analogiya ilə başa düşməyə çalışıram. Təsəvvür edin ki, kimsə sizə içində milyonlar olan limitsiz bir bank kartı verir. İlk vaxtlar sən hər dəfə pul xərcləyəndə o kartı verən adama minnətdar olursan. Amma 10 illər keçəndən sonra sən elə inanmağa başlayırsan ki, o sərvət elə sənin özünündür. Özün o qədər möhtəşəmsən ki, o pullar sənə aiddir. Çox dəqiq müqayisədir. Bəşəriyyətin faciəsi bu ilahi kartın əsl sahibini unutmasıdır. Və gəlin bunu daha gündəlik, fərdi bir səviyyəyə endirək. Sizə deyirəm, dəyərli dinləyicilər, elə indi olduğunuz yerdə ətrafınıza baxın. Otaqdakı əşyalara, kompüterinizə ya da lap elə özəllərinizə baxın. Biz onlara baxanda sadəcə hüceyrələr və ya atomlar toplusu görürük. Aha. Amma mətndəki fəlsəfə bizdən xahiş edir ki, bunların hər birinin dərinliyində o heç vaxt dəyişməyən, mütləq bir nur olduğunu xəyal edək. Hər şeyin içində yaradana məxsus toxunulmaz bir pay var. Biz təkcə fiziki varlıq deyilik, həm də bu ilahi şəbəkənin bir hissəsiyik. Bu mənzərə adamın dünya görüşünü təməlindən sarsıdır, elə deyilmi? Lakin bu nöqtədə mətnin qurduğu o məntiqi arxitekturada mənim üçün böyük bir paradoks yaranır. Biz az öncə dedik ki, fizika dəyişməzdir, zərrə qüsursuzdur, nur təkmilləşmir, o onsuz da mütləqdir. Ay sağ ol, bax, mənim də beynimdə o sual fırlanırdı. Əgər hər şeyin mərkəzindəki o nur və zərrə bu qədər stabildirsə, bu qədər dəyişməzdirsə, bəs onda biz niyə ətrafımızda daim dəyişən, xaos içində olan, çürüyən və yenidən doğulan bir maddiyyat görürük? Niyə dəmirlər paslanır, niyə bizim bədənimiz yaşlanır, bu dəyişkənlik, bu fərqli formalar hardan gəlir? Bəli, və məhz bu qaçılmaz sual bizi mətndəki o böyük konseptlərə, kimya və kosmologiya anlayışlarına doğru aparır. Yaxşı, mətn bunu necə izah edir? Mətn çox unikal bir tərif verir. O deyir ki, kimya ardıcıllıqdır. Yəni, fizika işığın olduğu kimi mütləq qalmasıdırsa, kimya artıq hərəkətdir. Varlıqların bir-biri ilə tükənməz bağlılığıdır. Ardıcıllıq deyərkən tam olaraq nəyi nəzərdə tutur? Mətndə qeyd olunur ki, varlıqdan varlıq ayrılır. Yerin daxilindəki laylardan nəmliklər ayrılaraq maddilikləri yaradır. Kimya yer qatındandır, ilkdəndir və sonsuzdur. Yəni, müxtəliflik üzərində davam edən bir ardıcıllıqdır. Yenə mənim beynimdə o vizual analogiyalar işə düşdü. Mən bunu dərk etmək üçün məşhur uşaq oyuncağına Legolara müraciət etməli oldum. Baxın, əgər fizika, yəni o mütləq ilahi zərrələr Lego parçalarının özləridirsə... O kiçik qırılmaz bloklar. Bəli, o blokun forması, ölçüsü heç vaxt dəyişmir, amma kimya həmin o dəyişməz Legoların minlərlə, milyonlarla fərqli ardıcıllıqla birləşib, ayrılaraq saysız-hesabsız yeni formalar yaratması sənətidir. Bir gün o Legolardan qəsr olur, ertəsi gün sökülüb maşın olur, sonra ağac olur. Zərrə eynidir. Amma kimya o ardıcıllıqla dayanmadan formalar yaradır. Əla izahdır.
Amma mətn bunu sadəcə quru bir maddə oyunu kimi saxlamır. O, dərhal kosmologiyaya, yəni planetlərin quruluşuna keçid edir. Bayaq ardıcıllıq dedik, mənbə qeyd edir ki, bu maddə ardıcıllıq kainatın hər yerində eyni cür getmir. Necə yəni eyni cür getmir? Məsələn, mətndə ovalın, yəni planetlərin daxili nüvələri təsvir edilir. Deyilir ki, Ay və Mars kimi məkanların mərkəzi sabitdir, sakitdir, orada nəmlik azdır. Aha, yəni Marsda o bayaq dediyimiz Lego oyunu, o kimyəvi ardıcıllıq dayanıb. Məhz elədir. Oranın nüvəsi stabil olduğu üçün səthində də o sonsuz kimyəvi ardıcıllıq, yəni kütləvi maddiləşmə və həyat yoxdur. Lakin qayıdaq bizim yer kürəsinə. Yerdə vəziyyət fərqlidir yəqin ki. Bəli, mətn deyir ki, yerin və hətta günəşin mərkəzi sabit deyil. O nurludur, işıqlıdır və daimi bir hərəkət içindədir. Qaynayır yəni. Həyatı dəstəkləyən, ağacı, yarpağı, hətta bəşəri özünə bağlayan o kimyəvi zəncirvari reaksiyaların mənbəyidir. Bizim maddi olaraq var olmağımız yerin mərkəzindəki o sabitliyin olmamasından qaynaqlanır. Bu çox dəhşətli dərəcədə heyran edici fikirdir. Yəni, biz adətən sabitliyi, sükunəti yaxşı bir şey kimi qəbul edirik. Amma mətnə görə, əgər yerin mərkəzi Mars kimi sabit və sakit olsaydı, biz sadəcə mövcud olmazdıq. Bizi var edən o daxili qaynamadır. Lakin bu həm də olduqca təhlükəli bir sual yaradır mənim beynimdə. Nə kimi bir təhlükə? Çünki, baxın, biz bu dayanmayan, sonsuz maddi kimya karuselinin içində ilişib qalmışıq. Ağac, yarpaq, biz özümüz, hamımız bu zəncirdəyik. Doğuluruq, xəstələnirik, qocalırıq, başqa formaya keçirik. Bəs bu daimi kimyəvi maddələşmə ardıcıllığı əslində inkişaf yoludur, yoxsa bizi əsl mahiyyətimizdən uzaqlaşdıran bir tələdir? Yəni, bizim otaqdakı hər şey, hətta öz bədənimiz, bizi o mütləq nurdan yayındıran sonsuz bir maddi qabığa çevrilmir ki. Baxın, bu doğrudan da bu dərin analizin ən kritik sualıdır və bizi mənbənin ən mühüm yekun prinsipinə gətirib çıxarır. O prinsip nədir? Mətn bizi maddi dünyanı birmənalı olaraq lənətləməyə çağırmır. Kimyanı rədd etmək düzgün deyil, çünki o ardıcıllıq da elə yaradılışın bir hissəsidir. Lakin mətnin oxucuya aşılamaq istədiyi əsas fəlsəfə onun son sətirlərində çox aydın formulaşdırılıb. Orada deyilir, maddilikdən uzaqlıq işığa yaxınlıq, işığa yaxınlıq nuruma yaxınlıq, nuruma yaxınlıq əbədiyyətə yaxınlıq. Vay, bu çox güclü cümlədir. Yəni, təbiət bizi neçə cür maddi formaya salırsa salsın, kimya bizi hansı ardıcıllıqlara sürükləyirsə sürükləsin, o maddiliyin daxilində itib batmadan əsl daxili kampasımızı qorumalıyıq. Və o kampas, o dəyişməz həqiqət işıqdır. Tamamilə. O dəyişməz işığa tutunmaq lazımdır. Mən istəyirəm ki, siz bunu öz gündəlik həyatınızla əlaqələndirəsiniz. Təsəvvür edin, biz hər gün oyanırıq və o dayanmamaq bilməyən kimyavi və maddi bağlantıların içinə atılırıq. İşdəki problemlər, kreditlər, gündəlik qayğılar, fiziki ehtiyaclarımız. Bütün bunlar o ardıcıllığın səs-küyüdür. Aha, ardıcıllığın səs-küyü. Və biz bu səs-küyün içində boğulduqca, mətnin iddia etdiyi o içimizdəki toxunulmaz, heç vaxt çürüməyən ilahi payı, fiziki nuru tez-tez unuduruq. Əbədi olanı qoyub, o müvəqqəti Lego qəsrlərinə bağlanırıq. Və tarix boyu bütün o mənəvi tənəzzüllərin səbəbi də budur, maddiliyə həddindən artıq bağlanmaq. Əslində fizika və kimya mətndə sadəcə elm deyil, onlar mənəvi bir xəritədir. Kimya bizim hal-hazırda harada olduğumuzu göstərir. Fizika, yəni o dəyişməz işığın qanunu isə bizim hara getməli olduğumuzu xatırladır. Möhtəşəm yekundur. Bugün biz doğrudan da olduqca mürəkkəb, amma bir o qədər də zehin açan bir səyahət etdik. Yaradanla elmin necə eyni yerdən başlamasından, fizikanın niyə dəyişməz olmasından və bəşəriyyətin daxilindəki o gizli nurdan danışdıq. Bəli, yerin o qaynayan kimyəvi mərkəzini də unutmayaq. Düzdür. Biz bu mənbədəki o mürəkkəb ideyaları sadəcə təhlil edib, sizin üçün anlaşıqlı şəkildə açmağa çalışdıq. Və indi, sağollaşmadan öncə, mən sizin tək başına qalanda üzərində düşünməyiniz üçün final bir sual qoymaq istəyirəm. Buyurun. Bugün ətrafınızdakı dünyanı, hətta ən adi cansız əşyaları belə təhlil edərkən,
onların sadece maddi kimya yığını değil, ilk yaranıştan beri hiç vaxt değişmeyen mütləq bir nurun daşıyıcısı olduğunu düşünseniz, bu sizin reallık anlayışınızı necə değişerdi? Eğer kainatın en derin elmi keşfleri bizi sonsuzluğa değil, sadece içimizdeki ilahi ışığa geri aparırsa, belki de axtardığımız bütün cevaplar elə başlangıcın özünde gizlidir. Hususi olarak ayrılmış bu derin araştırmamızda bizimle olduğunuza göre teşekkür ederik. Zehninizi açık tutun ve dahilinizdeki ışığın parlamasına icaze verin. Nöbeti görüşlere dek.